Bu gün avtomobil və texnologiya dünyası böyük bir yeniliyi danışır. Apple'ın əfsanəvi dizayneri, iPhone və iPad'in yaradıcısı Jony Ive Ferrari'nin ilk tam elektrikli superkarının interyerini hazırlayıbdı. Ferrari və Ive'ın dizayn studiyası Love düz 5 ildir ki, bu layihə üzərində gizli şəkildə çalışırdı. Əslində hamı Jony Ive'dan sadəcə sensor ekranlarından ibarət minimalistik bir salon gözləyirdi, lakin nəticə hər kəsi təəccübləndirdi. Interyer Apple məhsullarından tanıdığımız anodlaşdırılmış alüminium və möhkəmləndirilmiş Gorilla Glass şüşələri ilə zəngindir. Salonda 40-dan çox şüşə detal var və bəzi qrafiklər bu şüşələrin üzərinə lazerlə açılmış deşiklər vasitəsilə həkk olunubdur. İşin texnoloji tərəfində də əsl inqilab var. Sükanın arxasında olan cihazlar paneli sükanla birlikdə hərəkət eləyir ki, bu da Ferrari tarixində bir ilkdir. Samsung tərəfindən istehsal olunan ultra nazik OLED ekranlar üst-üstə yerləşdirilərək dərinlik effekti yaradıbdır. Mərkəzi ekran isə xüsusi bir mexanizm üzərində qurulub ki, onu həm sürücüyə, həm də sərnişinə tərəf döndərmək olur. Sükanın dizaynı isə 1950-ci illərin klassik Ferrari modellərindən ilhamlanıbdır, lakin tamamilə təkrar olunmuş alüminiumdan hazırlanıbdır. Jony Ive bildirir ki, avtomobil dünyasının sərt təhlükəsizlik qaydaları ilə işləmək iPhone dizayn eləməkdən daha çətindir. Ferrari'nin yeni elektromobilinin interyerini artıq görsək də, avtomobilin xarici görünüşü 2026-cı ilin may ayında təqdim olunacaq. Görünən odur ki, Apple'ın ləğv edilmiş avtomobil layihəsinin ruhu indi bir Ferrari'də yaşayır. Texnologiya dünyasının ən son yenilikləri Azersel'in ekskluziv təqdimatında Teknotda izləyirsiniz. Bəs sizcə Apple elektromobil istehsal etsəydi, onun salonu da bu formada olardımı? Gəlin rəylərdə müzakirə eləyək.